Üzəri qızardılmış, içərisi isə sulu, istər çörəyin arasında, istər qarabaşaq, püre və yaxud da düyü ilə servis edəcəyiniz dadına doyulmaz bir ət kotleti ilə qarşınızdayım. Bir bunun gözəlliyinə baxın. Bismillah. Mən normalda ət kotletinə heç vaxt soğandan başqa heç nə qatmıram. Soğan, duz, istiotla çox ləzzətli bir kotletlər hazırlayıram. Amma bu səfər bunu belə hazırladım. İnanın o qədər ləzzətlidir ki, yumuşaq, içərisi sulu, üzəri qızardılmış. Əsasən bunu kotlet sevməyən uşaqlarınız üçün, yəni farş sevməyən uşaqlarınız üçün hazırlaya bilərsiniz. Yumuşaqdır, ləzzətlidir. Daha asan olması üçün mən sıxma torbasına belə sıxdım. Bu formada qızğın yağın içərisində o üzü bu üzü qızartdım. 2 dilim çörəyi suda islatdım, yarım kilo ətin üzərinə əlavə elədim, 1 ədəd soğan, yemək qaşığı un, 2 ədəd yumurta, duz, istiot qarışdırdım və ortaya belə ləzzətli bir kotletlər çıxdı. Spaget çörəyin arasında o qədər ləzzətli idi ki, istəsəniz içərisinə mayonez, xiyar, pomidor da əlavə edə bilərsiniz. Belə də çox ləzzətli idi. Bu kotletlərin yanına qarabaşaq, düyü, kartof püresi də çox ləzzətli yaraşar. Qarabaşağı da bu formada servis etdim, çox ləzzətli idi. Mütləq siz də hazırlayın, dadına baxın. İndi siz qiymət verin. Əgər bu qab restoranlarda sizə servis olunsa qiymət nə qədər olar?